Salam əziz müəllimlər. Mən Bakı Peşəkarlar Akademiyasının fizika müəllimi Xalidə Əliyeva. Mən bugün sizə ödənişsiz qrupumuzda paylaşılan fizika suallarının izahını verəcəm. Gəlin ilk sualla tanış olaq. Deməli, bizə verilən sualda deyilir ki, başlanğıc sürəti 5 metr bölü saniyə olan bir avtomobilin təcil zaman qrafiki verilib. Buna görə həmin avtomobilin sürət zaman qrafiki verilən şəkillərdən hansıdır? Deməli, əziz müəllimlər, bizə nə verilib? Başlanğıc sürət verilib. Yəni, V0 bərabərdir 5 metr bölü saniyədir. Düzdür. Deməli, bizə başlanğıc sürət verilibsə, biz həmin cismin başlanğıc sürətin, sürət zaman qrafikini tapmaq üçün son sürətini də bilməliyik. Yəni, V bərabərdir. Bərabər təcilli hərəkətdə sürət tənliyini necə yazırıq? V0 üstə gələk AT. Yəni, bizə başlanğıc sürət verilib, biz tapmalıyıq AT hissəsini. Biz də baxırıq ki, bizdə elə AT hasili bizə verilmiş həmin bax bu fiqurun sahəsidir. Bu hissəsi A, bu hissəsi T. Gəlin tapaq. Bərabərdir, V0 verilib bizə 5 metr bölü saniyə. Üstə gəlinsin, A bizə verilib 3, zaman da verilib 5. Biz buradan alırıq ki, son sürət 20 metr bölü saniyədir. Yəni, biz baxırıq qrafiklərə. Deməli, bizə lazım olan qrafik başlanğıcı 5 metr bölü saniyə sürətdən başlasın, sonu olsun 20. Və biz baxırıq ki, bu qrafik B variantında olan qrafik bizim məsələmizin həlli deyil. Çünki burada başlanğıc sürət 0-dan başlayıb. Bu ola bilməz. Bu da ola bilməz. Çünki başlanğıc düzdür 5-dən başlayıb, amma 15 metr bölü saniyə sürətdə bitib. Amma bizə 20 lazımdır. Bu da ola bilməz. Bu isə heç ümumiyyətlə ola bilməz. Belə sürət zaman qrafiki yoxdur. Yəni, o bərabər sürətli hərəkətdədir. Bizə qalır iki variant, A və D variantı. Gəlin biz indi araşdıraq. Deməli, əgər biz baxırıq D variantına. D variantında biz görürük ki, 20 metr bölü saniyə sürətdən sonra sürətdə heç bir dəyişiklik baş verməyib. Yəni, sürət sabitdir. Biz də bilirik, sürət sabit olanda hansı hərəkət olur? Düzxətli bərabər sürətli hərəkət. Düzxətli bərabər sürətli hərəkətdə də təcil nəyə bərabərdir? A bərabərdir 0-a. Deməli, bizə verilmiş təcil zaman qrafikində mənim təcilim zaman oxunun üzərinə düşməlidir. Amma mən görürəm ki, mənim təcilim zaman oxunun üzərində deyil. Zaman oxunun alt hissəsində belə bir düzbucaqlı fiqur əmələ gətiribdir. Deməli, yenə də mən sürəti tapmalıyam. Amma indi mənim burada başlanğıc sürətim artıq olacaq 20. Çünki niyə? Çünki hərəkət artıq neyiniyib? Yavaşayan hərəkətə çevrilib. Bayaq yeyinləşən hərəkət edirdi cisim. 5 metr bölü saniyədən sürətini artırdı. Gəldi oldu 20 metr bölü saniyə. Amma artıq təcil zaman qrafikində təcil düşüb zaman oxundan aşağı və mənfidir. Deməli, hərəkət bərabər yavaşayandır. Olur V bərabərdir. Başlanğıc sürət olur 20. Təcilim nə qədərdir? 2. Yəni, elə bu mənfi 2 artıq bərabər yavaşayan hərəkət üçün tənliyi yazmaq deməkdir. Vurulsun. Zaman nə qədərdir? 5-dən 15-ə qədər gəlib. Yəni, 10 saniyə ərzində hərəkət edib. Vuraq 10. Bərabərdir 20-dən də 20 çıxanda edir 0. Deməli, mənim sürətim artıq 15 saniyədə olmalıdır 0. Mən də baxıram ki, bu qrafik mənim hərəkətimin qrafiki deyil. Bu mənim verilən təcil zaman qrafikimə, əsasən sürət zaman qrafikim ola bilməz. Deməli, sürətin 0 olduğu, 15 saniyə ərzində 0 olduğu qrafik hansıdır? A variantı. Cavabımız oldu A variantı. Keçək növbəti məsələyə. Deməli, deyir ki, sürtünmənin önəmsənmədiyi, yəni sürtünmənin nəzərə alınmadığı şəkildə bizə bir mail müstəvi verilib. Həmin cisimlər mail müstəvi üzrə tərpənməz blok vasitəsilə buraxılır. Kütlələr bizə verilib. MK və ML olan cisimlərin təcili ox yönündə 4 metr bölü saniyə kvadratıdır və buna əsasən biz həmin kütlələrin nisbətini tapmalıyıq. Biz bilirik ki, bu cisimlərə təsir edən bir ağırlıq qüvvəsi var. K cismi artıq yerə doğru, daha doğrusu yönəldiyi üçün
onu aşağı çəkən var bir ağırlıq qüvvəsi. Yəni MJ-si var. MKJ. Və el cisminin də bir ağırlığı var. O da aşağı doğru yönəlib MLJ-dir. Amma biz baxırıq ki, bu el cismi mail müstəvi üzərindədir. Mail müstəvi üzərində olan cismə təsir edən bir sükunət sürtünmə qüvvəsi var. Biz həmişə həmin qüvvəni ümumiyyətlə götürəndə o mail müstəvi üzərində cismi aşağı salmağa çalışan qüvvədir. Həmin o qüvvə mail müstəvinin bucağı ilə hesablanır. Yəni bu bucağın və yaxud deyək ki, MLJ-nin toplananıdır o. Deməli sinus toplananı. Baxın bu qüvvədir, biri budur. Bir də var kosinusu, biri də digər həmin o alınan qüvvə də kosinusundan hesablanan qüvvə də bax bu qüvvədir. Deməli bu onda olur nə? MJ sinus alfa. Yəni sinus 37 dərəcə el. Və biz burada hesablayırıq ki, həmin mail müstəvidə cismi aşağı çəkən qüvvə MJ sinus 37 dərəcədir. Və baxırıq ki, bizim cisimimiz ox istiqaməti hansı tərəfə hərəkət edir? Elin istiqamətində. Deməli, mənim onda el istiqamətində olan qüvvəm daha böyükdür. Mən burada hesablasam alıram ki, J10 verilibsə mənə 10 ml MK-dır. Bu da alıram ki, MJ olanda artıq nə qədər eləyir? Eləyir 6, yəni MLJ sinus 37 dərəcə. 37 dərəcə. Bu da mənə verir ki, ml eləyir 10 ml vurulsun 0,6-dır sinus 37-də. Bu da eləyir 6 ml. Biz bu sistem üçün təcili tapaq. Sistemin təcilini biz necə tapırdıq? A bərabərdir F əvəzləyici qüvvə bölünsün M sistemin kütləsi. Gətirək həmin qiymətləri yazaq yerinə. Təcil bizə nə qədər verib? 4 metr bölü saniyə kvadratı. Həmin qüvvələr nə qədərdir? 6 ml-dən 10 mk-nı çıxırıq. Niyə? Çünki bayaq dedik ki, baxırıq, ip hansı istiqamətə hərəkət edirsə, onu çəkən qüvvə daha çoxdur, daha böyükdür. Deməli olur 6 ml çıxılsın 10 mk bölünsün sistemin kütləsi. Sistemin kütləsi nə qədərdir? MK üstə gəlinsin ml. Biz artıq burada tənasüb şəklində vurub aça bilərik. Tənasüb şəklində vurub açsaq olur belə. 4 mk üstə gəlinsin 4 ml bərabərdir 6 ml çıxılsın 10 mk. Buradan da artıq sadələşdirə bilərik. Sadələşdirdikdə bu tərəfə keçirsək olur 14 mk bərabərdir 2 ml. Bizdən nə soruşmuşdu? MK-nın ml-ə olan nisbəti. Biz də tapırıq buradan MK bölünsün ml. O da bərabərdir. MK bölünsün ml bərabərdir 14-də 2. O da bizə verir 7-də 1. Cavab olur D variantı.